Ekran görünür uşaqlar. Yaxşı. Zəhra, post nəyə deyilirdi? Necə? Post nəyə deyilirdi? Şeyin növüydü. Nəyin? Lancost. Nəyin? Nəyin növüydü? Şey, sistemin Hansı sistemi? adı yazılmaması. Hə, BIOS'un içinə daxil olan proqramın əmri idi. Neyinirdi? BIOS ümumi olarak idare edirdi bütün qurğuları. Hə, sonra Qurğuların işini idare edirdi. Əməliyyat sistemində də tanıdı. yaxşı. Bəs boot neyinirdi? O da onun növüydü. Deməli, post nasazlığı yoxlayırdı kompüterdə nə nasazlıqlar. Boot isə gedib əməliyyat sisteminin nüvəsini götürüb yükləyirdi. Yaxşı. Yaxşı, bəs Aytən, RAM nədir? RAM daxili yaddaş. Necə yaddaşdı? Daimi yoxsa müvəqqəti? Yaxşı. Səid, Bəli. RAM nədir? Rom şeyin arasında dururdu. Nəyini? Bir şeyin arasında dururdu da. Keş yaddaş soruşmuram. Dildən asılı deyil, müvəqqəti yaddaşdır. Yox, tamamilə səhv deyirsən. Keş yaddaşı soruşmuram. Elektrikdən asılı deyil axı. Hə, o düzdür. Aha. Hə, Operativ yaddaşdır. sonra. Sonra nəyin arasında yerləşir deyə müəllim o? Heç nə, o sərbəst olurdu. Keş yaddaşla da səhv salırsan. Yəqin elə. Yaxşı. ROM daimi yaddaşdır. Mən ora nəsə yaza bilirəm. Yer, istifadəsi yazılmaz. Yaxşı. Nihat, registr yaddaş nədir? Registr yaddaş müəllim. Registr yaddaş. Ən səhv yerimdən deyildi. ROMla bir yerdə istifadə. ROM yox, saat. Yox, o SMOS-dur, SMOS. SMOS. Vaxt tarixə SMOS baxır. Yadımdan çıxdı deyirəm mən. Niyə yadından çıxır? Bir dənə o deyə yadda qaldı. Mikroprosesorun içində olur. Deyim. Mikroprosesorun daxili yaddaşıdır. Biri var keş yaddaş, mikroprosesorla RAM'ın arasında olur uşaqlar. Registr yaddaşı isə mikroprosesorun özündə olur, içərisində. Yaxşı mı? Yəni, daha başqa nə dildə deyim? Belə. Periferiya qurğularına keçirir. Periferiya qurğuları dedikdə, məsələn, nə başa düşürsünüz? Ümumilikdə. Bəli, əlavə qurğular, yəni onlarsız kompüter işləyə bilər. Amma bizim işimizi asanlaşdırır və gündəlik həyatda da istifadə edirik.
Ə, Deməli, həm bunlar giriş qurğularına ayrılır, həm də çıxış qurğularına. Həm də ikisi bir yerdə ola bilər, olanlar var. Həm giriş, həm də çıxış qurğuları. İkisi bir yerdə olanlar var. Deməli, buradan qaydanı oxuyaq. Periferiya qurğular dedikdə, kompüterdə informasiyanı daxil edən və oradakı informasiyanı xaric edən qurğular nəzərdə tutulur. Bu qurğuların kompüterdə əlaqələndirilməsi üçün kontroller adlı mikrosxemlərdən istifadə olunur. Yəni onların işini idarə edən, yəni qoşulması üçün və digər. Həmçinin bu qurğuların kompüterə yazılmış əməliyyat sisteminin tərəfindən anlaşılması üçün driver adlı proqram təminatından istifadə olunur. Bəli, kompüterə tanıtmaq üçün driver olur. Bəzi kompüterlərin daxilində olur, bəzən biz özümüz yazırıq, bəzən də bu mümkün olmaya bilir. Yəni. Daha sonra bu proqramlar qurğunu mağazadan aldıqda üzərində disk şəklində verilir və ya qurğunu istehsal edən şirkət veb-sayt kompüterə yükləyir. Yəni, ya özümüz yükləyirik, dediyim kimi, ya da ki, kompüterin özündə olur. İndi ümumiyyətlə, məsələn, Wi-Fi sistemi ilə qoşulur bəzi printerlər, yeni nəsillər. Yəni, driveri özündə olur, tanıtmaq mümkün olur. Keçək ikinci, giriş çıxış qurğuları. Daha doğrusu çıxış qurğuları. Xaric etmə qurğuları dinamiklər, monitor, proyektor, qulaqcıqlar, printerlər və pultdir. Bunlar xaric etmə qurğulardır. Gəldik klaviaturaya. Uşaqlar. Klaviaturada ümumiyyətlə mətn tipli informasiyanı emal etmə, mətn, rəqəm, yəni yazı yazmaq üçün istifadə edirik klaviaturanı əsasən. Deməli, nədir bu? Mətn tipli informasiya kompüterə daxil edən, eyni zamanda istifadəyə, idarə etmə funksiyasını daşıyan daxil etmə qurğusudur. Bəli, bunun üzərindəki düymələrlə bunun üzərindəki düymələrlə məsələn, idarə etmə var burada. Sonra burada page up var, page down var, home var, end var. Bunlarla da idarə etmək olur. Məsəl üçün, end var, enter var burada. Öz növbəsində çap maşını ilə kalkulyatorunu hibrididir. Windows əməliyyat sisteminin yaranmasından sonra klaviatura üzərində yeni düymələr əlavə edilmişdir. Standart klaviaturada 104-105 düymədən ibarət olmuşdur. Uşaqlar, yəqin ki, hamımız klaviatura görmüşük, düzdürmü? Yəni, klaviatura görməyən var mı? Elə bilirəm ki, kompüter görmüşüksə, klaviaturada görmüşük. Bunların üzərində düymələr var. Bu düymələr, bəzi düymələrin, yəni adların bilməliyik, istifadə qaydasını bilməliyik, necə deyərlər. Və uşaqların ən çox çaşdığı burada funksional düymələr olur. Niyə görə? Məsəl üçün, uşaqlar, funksional düymələr, bir saniyə, digitizeri qoşun. F1-dən F12-yə kimidir. Yəni, F1, F2, F3, F4, belə F9, F12-yə kimi gedir. Bəzən testlərdə məsələn düşür, necə deyirlər? F13. Uşaq götürür F13-ü, funksional düyməyə salır ki, F13 funksionaldır. Amma, yəni, F13 deyilən üzərində bir düymə yoxdur. Testdə var F16, bu da deyil. Yalnız F1-dən F12-yə kimi funksional düymə sayılır. Üzərində var hərf və rəqəm düymələri. Dəqiqə, kimsə dərsə qoşuldu.
Leyla, ekran Mən də görürsən. hə, Aha, görürəm. hə, çox bir şey keçməmişik. Klaviaturadan danışırıq. Klaviatura yəqin ki, görmüsən. Üzərində hərf və rəqəmi düymələri var, funksiyonal düymələri var. F1-dən F12-yə kimi, yəni F13 deyə, F16 deyə düyməmiz yoxdur bizim. Testlərdə düşəcək bu. Sonra kursoru idarə edən düymələr, rəqəm klaviaturası əlavə bir bölmə var ora. Xüsusi düymələr, əlavə düymələr də var. Aha. Deməli, burada bu oxlar var. Bir dəqiqə, mən buradan çıxım. Şəkli geri qaytarım. Baxın. Bax, bu oxlardan söhbət gedir. Bu oxlar. Burada lazım deyil. Bir saniyə. Bax, bu hissədən söhbət gedir. Bu oxlardan. Aşağı, yuxarı oxlar. Deməli, kursoru bir simvol sola çevirir, kursoru bir simvol aşağı keçirir. Yuxarı sətrə, aşağı sətrə düşmək üçün istifadə olunur. Məsələn, burada mətin var. Bunu qoydum. Bax, həmin yuxarı düyməyə basıram. Bax, bunu. Bu yuxarı düyməni. Baxın. Bir sətr yuxarı elədi. Aşağıdakını basıram. Bax, indi bu aşağıdakını basıram. Aşağı düşdü. Sonra, indi sol tərəfəni basıram. Baxın, bir hərf gedir sola. Daha sonra bu tərəfdə sağ düyməni indi basıram. Bir hərf sağa gedir. Aynı şəkildə görək. Sonra kursoru sətrin əvvəlinə keçirir. Aha, baxaq, düzdür, bu bilmirəm, PowerPoint-də nə qədər işə yarayacaq. Bir saniyə, şıqla. Aha, apardı məni birinci slaytıma. Bir də endə vursam, mənə aşağıya aparacaq. Burada hal-hazırda end fəhmi. Baxın, apardı ən son slaytıma. Sətr aşağıya. Yəni, funksional, bu da əlavə düymələrdən biridir. Funksional deyil. Kursoru sətrin əvvəlinə keçirir, kursoru sətrin sonuna keçirir. Sənədi bir ekran boyunca aşağı və yaxud da yuxarı eləyir. Məsəl üçün, baxın, bir slayd dəyişdi bunu basanda. Page up'ı basanda yuxarı getdi. İndi bunu page down'ı basıram, aşağı gedir. Burada məndə var klaviatura, amma funksional düymələri yoxdur burada. Funksional düymələri yoxdur. Uşaqlar, başa düşdünüz? Sual var burada. Baxın, burada həm belə əlavədə yerləşə bilir bu əlavə düymələr. Məsəl üçün, page up, page down, burada aşağıda. Page down, məndə burada budur. Page up, page down, bu şəkildə yerləşir. Bu aşağı yuxarı düymələrdir, idarə etmə düyməsidir. Daha sonra caps lock-u birlik böyük hərflə yazılır. Shift hansısa bir kombinasiyanı işlətmək üçün istifadə olunur. Məsəl üçün, əsasən burada birdən sıfıra qədər olan ədədlərin üzərində işarələr var. Nida işarəsi olsun, sual işarəsi 7-dədir. Düzdür, burada və işi bağlayıcı işarəsidir bu. Amma sual işarəsi Azərbaycan dilində 7-dədir. Onu shiftlə basanda sual işarəsi yaranır. Mötərizələr buradadır 9-da və yaxud da 0-da. Shift'i basıb saxlayaraq bunu basmaqla biz bunu istifadə edə bilirik. Yəni, shift təklikdə bir işə yaramır, shift düyməsi. Daha sonra caps lock dedik, böyük hərflə yazmaq üçün istifadə olunur. Tab boşluq atır. Escape, məsəl üçün, slaytdan çıxır üçün mən istifadə edirəm. Kontrolda kombinasiyalarla istifadə etmək üçün. Məsəl üçün, Ctrl-Z əmri geri qaytarır. Ctrl-X kəsmək üçün də, məsəl üçün,
Ctrl-cını basanda burada kopyalama işi aparır. Daha sonra burada var uşaqlar. Print screen. Məsəl üçün, mən print screen-i vuranda, baxın, ekranda hara istəsəm kəsib götürə bilirəm. Və Ctrl-V-ni basanda həmin hissəni yenidən yapışdıra bilirəm. Bununla da backspace-lə də basıb bunu silirəm. Yəni, backspace silmək düyməsidir. Alt düyməsi də hər hansı bir kombinasiyanı işlətmək üçün istifadə olunur. Daha sonra burada çox yəni əmrlər var. Bu şəkildə. Başqa uşaqlar bilmək istədiyiniz, sual vermək istəyirsinizsə, suallarınızı verin. Başa düşmədiyiniz bir hissəsi var? Yoxdur. Aha. Daha sonra keçək şəkildə qoyum. Mouse. Mouse bir iki daxil etmə qurğusudur. Uşaqlar yəqin ki, mouse istifadə etmişsiniz. Mouse'un növləri var. Məsəl üçün, gündəlik istifadə etdiyimiz budur. Trackball'lar var, joypadlər var. Yəqin bunu da Nihat, Səyid bilərlər. İstifadə edərlər. Əlbəttə. Hə. Aha. Sensor panel var, touchpad deyilir, mouse'larda istifadə olunur. Joystick var, pen mouse var. Bu qələm formasında olandır. Joystick uzaq məsafələri, məsəl üçün dronların istifadəsində və yaxud da ki, bizdə məsələn evdə var idi, buna oxşar bilin, pultlu maşınları idarə etməsində və yaxud da ki, dəqiq atışlar üçün yəni istifadə olunur bu. Bu bildik sensorudur. Bu da gündəlik həyatda istifadə edədiyimiz mouse'dur. Mouse daxil etmə qurğusudur dedik. Ekrandakı kursun idarə edilməsi, səhifələrin fırladılması üçün istifadə edilən daxil etmə qurğusudur. İlk qrafik interface Macintosh əməliyyat sisteminin yaradılmasından sonra Apple kompüterləri geniş istifadə olunmağa başlamışdır. Müasir mouse'ların üzərində iki sağ və sol düymə, həmçinin ortasında səhifələri yuxarı aşağı fırlatmaq üçün deyircək yerləşir. Bəli. Hətta arxa tərəfində belə deyim, bir dənə knopka da var. Amma onu mən basıram, nə işə yaradığını heç vaxt bilməmişəm. Arxa tərəfindəki düymə. Yəni, bu rolik var bunların ortasında. Bundan da aşağı yuxarı səhifələri fırlatmaq olur. Baxın, bu şəkildə fırladıqca gedir. Sol düymə həmişə bizdə təsdiq etmə düyməsidir. Sağ düymə kontekst menüsünün açılması düyməsidir. Kontekst, baxın, bu menü. Dəqiqə, baxın, bu menü. Bu Windows'un kontekst menüsüdür. Word-ün içində başqa kontekst menü var. PowerPoint-ın da içində, məsələn, buradan baxın, kontekst menüsünü vururam. Burada PowerPoint-a aid kontekst menüsü açılır. Yəni, kontekst menüləri ayrıdır. Sağ düymə bu işə yarayır, sol düymə isə təsdiq etmə düyməsidir. Hətta belə deyim ki, proqramın daxilində bu düymələrin yerini dəyişmək olur, uşaqlar. Məsəl üçün, solaxaylar üçün sağ düyməni təsdiq etmə, sol düyməni kontekst menüsü kimi ayarlamaq olur. Əgər solaxaylar varsa, içərdən Windows dərsində onu da göstərəcəm, daha dəqiqliyini. Aha, bu da mouse'a aid olan hissəmiz. Daha sonra gəldik Skyner'ə. Uşaqlar, Skyner nədir? Xaric etmədir, yoxsa daxil etmə? Xarici. Niyə xarici dedin, Zəhra? Çünki yəni kompüter içinə daxil etməkdə kompüterdən çıxır. Kompüterin içinə daxil edir axı. O printerdir. Scanner. Hə, Skyner. Printer fikirləşirəm onu. Hə. Bax, Skyner kompüterin içinə məlumatları daxil edir. Skyner. Skynerin növləri var. Baxın, burada görüntü şəklində işləyən, əli ilə işləyən. Yəqin ki, bu görmüsünüz də bu mağazalarda malların barkodunu
vururlar arxasında. Yəni hamı görüb də, o da skanerdir. Sonra əl skanerləri var bu şəkildə. Kart oxumaq üçün baxın, bu da skanerdir. Kartı ekranına yaxınlaşdırırıq, götürür. Onlar da görmüsünüz yəqin hər biri. Bu da uşaqlar bir yerdəyim Temuda falan var bunlardan. Əldən oxunma skanerlər. Böyük skanerlər var. Bu cünə stol üstü, yəni skanerlərdir bunlar hamısı. Yəni vərəqə qoyursun, oxuyur görüntünü kompüter üçün çıxardır. Yəni kompüter monitoru üçün çıxardır da. Yəni o deməkdir ki, xaricdən qurğudur. Sadəcə daxil edir. Yəni monitor üçün görüntünü çıxardır deyirik. Daha sonra daha böyük skanerlər var. Məsəl üçün bu hündürdən lazer şüaları düşür kitabın, vərəqin, nəyinsə üzərinə. Onunla görüntünü çəkir, göndərir kompüterə. Bu da bizim skanerlərimiz. Daha sonra bunu biraz iki ekranda edeyim. Hərflər yaxşı görürsən. Deyir ki, skaner informasiyanı elektron sürətini çıxaran qurğudur. Elektron sürətini çıxaran qurğu sözü sizi çaşdırmasın. Yəni, kompüterə daxil eləyir. Kompüterdə elektron şəkildə. Elektron şəkildə olmağı nə deməkdir ki? Yəni, nəyinsə daxilindədir uşaqlar. Yaxşımı? Yəni, bu cümləyə görəndə çaşmayın. Başa düşdük? Daha sonra skaner görüntüləri kompüterə daxil etmək üçün onları koda çevirən qurğudur. Skanerlər növ və ölçülərinə görə fərqlənir. Görüntü skanerləri görüntüləri kompüterin yaddaşında saxlamaq üçün elektron formaya çevirir. Daha sonra ştrix-kod skanerləri malların üzərində vurulmuş, məsələn, ştrix cizgiləri oxuyur. Mağazalarda verir. Sonra maqnetik skanerlər kredit kartlarının arxasında olan kodlaşdırılmış informasiyanı oxuyur. Bunların hər birini siz uşaqlar həyatda görmüsünüz. Ştrix kodu da, maqnetik də. Daha sonra skanerlər informasiyanı qrafik formada nöqtələr vasitəsilə qəbul edir. Skaner qəbul etdikləri təsvirləri raster formasında kompüterdə saxlayır. Və skaner aktiv imkanları DPI ilə ölçülür. Deməli, uşaqlar, bir də bir şey yazım. Skaner uzantısı tip formatında saxlayır. Yaxşımı? Tip formatında saxlayır. Bir də var, bu sizə çox mənki düşməz, amma bunu da bilin ki, bir formatı da burada. Yəni, nöqtə tif bilin ki, skanerində. Məsəl üçün, Word necə saxlayır? Nöqtə doc və yaxud da nöqtə docx. Skanerdə bu şəkildə, uzantısı budur. Daha sonra. Təsviri daha keyfiyyətli formada qəbul etmək üçün DPI parametri artırmalıdır. Daha sonra skaner, kompüter USB və LPT portları ilə qoşulur. Artıq demək olar ki, LPT sıradan çıxdı, belə USB necə deyirlər, USB ilə qoşulur. Sonra qrafik planşet digitalizə sərgi. Əyani dərslərində olanlar yəqin ki, bunu mən də görüb. Nihat yadındadır, bir dəfə əlinə götürdüm, baxdın. Hə. Yəni, xüsusi qələmlə ekrana yazılan informasiyanı olduğu kimi kompüterə köçürür. Hazırda da yəni digitalizerlə yazıram mən. Götürürsən qələmi çox seçin yazın. Bu şəkildə digitalizer işləyir. Qiymətləri də yəni fərqlidir. Sonra gəldik giriş qırxılarına. Uşaqlar, kameralar giriş qırxılarıdır. Web kameralar, yəni giriş qırxılarıdır. Yəni kameradan mən görüntü ala bilmirəm. Görüntünü çəkir, ötürür. Sonra mikrofon.
giriş qurğusudur. MIDI klaviatura. Bu deyərsiniz nədir? Uşaqlar, bu əsasən yazıçılar, musiqi yazanlar istifadə edir. Yəni yazırlar, onu daxil eləyib kompüteri yaddaşda saxlayır. Yəni musiqiçi bəstəkarlar da olur. Bu da DV tunerdir. Keçmiş Crossonar var idi. İndi bəlkə də onları evlərinizdə yavaş-yavaş artıq televizorun içindədir Crossonar. Belə deyək, həm də və yaxud da balaca aparatlarla dəyişirib bunlar. Yəni televizorun Crossonar bir növü. DV tuner. Bu da giriş qurğusudur. Belə deyək. Aha, gəldik çıxış qurğuları. Aha, çıxış qurğuları nədir? Printerlər. Printerləri növləri var. Yəni keçmiş zamanlardan indiyə kimi printerlərin növləri dəyişir və getdikcə daha necə də yaxşılaşır, sürəti artır, rəng keyfiyyəti artır. Və belə deyək, həm onlara görə qiyməti də dəyişir, sürəti də dəyişir, çəkisi də dəyişir, necə deyirlər. Matrisli printerlər, literli printerlər, şırnaqlı printerlər, lazerli printerlər, bir də termiki printerlər növlərimiz var. Bunlar iki yerə bölünür. Baxın uşaqlar, burada bu hissədə. Ay, bu niyə altıya getdi? Hə. Zərbəli və zərbəsiz var. Üzr istəyirəm. Matris printerlərlə literli printerlər keçmiş zamana aiddir. Bunu zərbəli fikirləşin. Yəni zərbəliyə ayırın. Zərbəsiz də və bugünkü işlətdiklərimiz bunlardır. Niyə görə zərbəli və yaxud da zərbəsizə bölünüb? İndi anlayacağım. Baxın, matrisli printerlər. Bu printerlərin içərisində xüsusi iynələr var. Bunlar vərəqə təmas eləyir. Baxın, bu şəkildə. İynələrlə çerinib, necə deyirlər, hopdurulur vərəqə. Və buna görə buna matrisli printerlər və zərbə ilə işləyir. Hərəkət var içərisində, zərbə ilə işləyir. Bu matrisli printerlərdir. Nədir? Zərbəli printer. Yəni testlərdə ayıranda diqqətiniz. Sonra literli printerlər. Literli printerlərdə bu gördüyümüz içərisində olan qurğudur. Bu qurğunun üzərində lövhələrin üzərində hərflər var. Baxın, simvollar, rəqəmlər olsun. Burada görünür. Bunlar necə deyirlər? Zərbə ilə vərəqə vurulur. Yəni çeynələrə batırılır, vərəqə vurulur və vərəqdə həmin simvolun işarəsi yaranır, belə deyək. Amma bunlar digərlərinə görə çox belə, necə deyirlər, keyfiyyətsiz. Keyfiyyətsiz deməyim, yoran olur. Baxın, bu lövhələr var, bu balaca-balaca, bax bunlar. Bunlar hər dəfə zərbə altında qalanda, vərəqə vurulanda tez qırılır. Məcbürən, məsələn, bu biri qırıldı. Məsəl üçün, deyək ki, A hərfi qırıldı, tutalım. Bu A hərfidir, qırıldı. Yəni, görün bir sözdən nə qədər həm böyük ya, həm kiçik ya var. Bu kaset işləmirdi. Bunu, lövhəni buna atırlar. Kaset dedim buna. Bu lövhəni atırlar, təzəsi ilə əvəz edirlər. Bu da artıq xərcə gətirib çıxardırdı. Yəni, çox belə sərfəsiz bir şeydir də. Tez-tez qırılır bunlar. Yəni, indiki dövrdə də artıq işlədilir. Sonra gəldik şırnaqlı printerlər və zərbəsizdir. Şırnaqlı printerlər, burada bunun, necə deyirlər, rəngi püskürtməklə işləyir. Burada da semyakanın rənglərindən istifadə olunur. Semyakanın rənglərindən istifadə olunur uşaqlar. Burada bax, qara rəngdir. Burada sarıdır, yellow. Bura magentadır. Dəqiq. Magenta. Bu da siyandır. Bu hərfi yazılmır bura. Baxın, bu göy rəngdir. Bu bənövşəyidir. Bu sarıdır. Bu da qaradır. Yəni, semyakanın rəngindən istifadə olunur. Bəs kompüterdə hansı rəngdən
Renk palitrasından istifadə olunur. Zibil. Gibi, bəli. Yəni bunun iki növü var. Bir monoxrom var, ağ-qaralı, bir də var bu renklisi. Renklisi uşaqlar, belə deyək də, gec çıxardır. Yəni biraz renklisi. Amma renksiz ağ-qara tez çıxardır vərəqi və belə deyək də, püskürtməklə işləyirdi. Yəni bundan biz çıxardanda vərəq işdə vərəq belə nəmli olur. Yəni sulu çernerdən istifadə olunur. Sulu rənglərdən istifadə, maye formasında olur. Ha, bu vərəqi mən rəngli eləyəndə düz ağ-qarada çox da hiss olunmur o. Amma bunda hiss olunur, nəm olur vərəq. Rəngləri püskürdür, maye şəklində qarışdırır. Üçünü, bu 4 rəngi qarışdırır. Nə qədər desin, rəngi alır. Yəni 232 sayda rəng alır, istifadə edilir. Sual var buna aid. Daha sonra gəlir lazerli printerlər. Şırnaqlı printerlərə nisbətən daha sürətlidir uşaqlar. Həcmlər də belə böyük olur. Yəqin ki, elmlərdə gedənlər nəsə vərəq çıxartma, ümumiyyətlə serkopiya yerlərində görmüsünüz bunları. Mən əsasən orada gedib kopya elətdirirdim. Ondan oranlarını çəkdim. Və necə deyirlər, bu lazerlə bunun içərisində sulu rəngdən istifadə olunur. Maye formasında olmur, quru toz şəklində olur. Onu qızdırılaraq, necə deyirlər, vərəqin üzərinə yapışdırılır o rəng. Və belə deyək ki, yəni oradan vərəq çıxanda isti olur, belə ilıq formasında olur vərəqlər. Baxın, burada da daxili quruluşu var. Bu şəkildə, bu aparatı, bu aparatdır, buradan çıxardılır. Buradan ya bu tərəfindən də, ya da bu tərəfindən açılır. Çelinir, toz şəklində olan çelinir. Belə o qədər tozdur ki, yəni biraz o belə ehtiyatsız eləyəndə uçur, dağılır. Belə deyim, sonra yığıb yığışdırmaq olmur. Toz şəklində də doldurursan içinə, sonra qurursan, qızdırılaraq lazer şəklində, yəni istifadə olunur daha sonra. Sürətli printerlərdir, necə deyərlər bunlar. Yəni, çox sürətlidir. Günümüzdə istifadə olunan ən geniş yayılmışlardan biridir. Daha sonra gəldik termiki printerlərə. Uşaqlar, termiki printerlərə mağazada, məsələn, bu nəyə xatırladır sizə? Buradakı bu çek. Kartın ödənişi. ƏDV. ƏDV, kartla ödənişi. ƏDV buradan da deyəsən, kartla ödəniş. Nəysə, ikisindən biridir. Axırı ƏDV və yaxud da kartla ödəniş. Yox, onun aparatı fərqli olurdu. Kartla ödənişini elə bilməm, ayrı yerdən verirlər çeki. Nəysə, yadımda da qalmayıb hansıdır. Çünki çox da diqqət eləmirəm. Belə deyək, uşaqlar, əsas bu printerin növlərinə diqqət eləyək, necə olur? Termiki printerlərin bu kağızların özündə olur çernirlər. Belə videolar görmüsünüz, buna fen tuturlar, belə çəkirlər, bu kağız qaralır. Heç görmüsünüz o videoları? Hə. Elə bu kağızı, məsəl üçün, bu çeklərdən evdə varsa, indi məsəl üçün, istiyə verin, başlayacaq qaralmağa. Bunun üzərinə istilik verilir və simvollar, necə deyək, hərflər yaradılır. Bunun çerinir daxilindədir bu vərəqlərin. Qızdırılma nəticəsində istifadə olunur. Lazerlə qızdırılma nəticəsində istifadə olunur termiki printerlər. Bunun balaca növləri də çıxıb, yəni xaricdən gətirilmək olur sənədlərə və yaxud da xırda nəsə kağızlarda nəyisə çap eləmək üçün və yaxud da A4 formasında da olur ən çox evdə işlətmək üçün, yəni növləri var. Sonra gəldik printerə. Mən həmişə deyirik ki, printerin böyük qardaşı. Mən yəni orta məktəbdən indiyə kimi belə yadımda qalıb, müəllimə belə başa salmışdı, yəni orta məktəbdəyim. O dövrlərdə. Uşaqlar, bunu nədə istifadə edirlər? Gördüyümüz kimi, bax, yekə vərəqlərdir da bunda. Düzdürmü? Bu yekə kağızlar. Bu, harda görmüsünüz həyatda? Bu yekə vərəq. Becərəm yemək yerində. Başqa?
Məsəl üçün, kursda görməmisən heç Nihat. Kursa var ki be. Hə, plakat var ya ki, qapının ağzına, liftin böyründə qoyulur. Plakatı görmüşüm, aparatı yox. Axı plakat çox yerdə görmüşüm. Hə, yəni plakatda vərəqi soruşdum harda görmüsən, vərəqi. Reklam işləri olsun, məsəl üçün. Yazıların nəsə məlumatların çap olunmasında istifadə olunur. Məsəl üçün, yollarda da iri belə lövhələr var, içərisində nəyinsə reklam olsun. Afişalarda belə istifadə olunur bunlar. Yəni, afişa falan düzəltməkdə istifadə olunur iri reklam məqsədi ilə. Və yaxud da digər sahələr üçün də istifadə olunur. İri bir printerlərdir. Bu şəkildə. Digər çıxış qurğularına gələk uşaqlar. Bunlardan belə deyək. Səs uzadanlar çıxış qurğulardır. Dinamik və yaxud da deyirik. Proyektor çıxış qurğusudur. Qulaqcıq var, çıxış qurğusudur. Uşaqlar, biri də var idi bunun, qarnitür deyirdik ona. Bəlkə evdə ola sizdə. Bir dəqiqə göstərim onu. Yəni adı qulaqcıq. Və şəkillərdə var. Hə, bax bunlar. Uşaqlar, bunu görürsünüz. Həm burada belə mikrofonu var. Yarasını görək, aydın. Baxın, həm burada belə mikrofonu var. Həm də ki, qulaqcığı var. Bu həm daxil etmədir, həm də xaric etmə. Niyə? Buradan danışırsan, səs gedir. Həm də eşidirsən. Həm xaric etmə, həm də daxil etmə. Bu, qulaqlıq qarnituru gedir. Yəqin ki, görənlər olub bunlarda. Məsəl üçün, adi bu gündəlik işlətdiyimiz qulaqcıqlar var, balaca. Onlar da həm xaric etmə, həm də daxil etmə. Çünki telefonla danışan zaman həm səsimiz gedir, həm də səs eşidirik. Yaxşı mı? Sual var? Bunu da bildik. Daha sonra keçək digərinə. Və keçdik həm daxil etmə, həm də xaric etmə qurğularına. Faks aparatı. Faks aparatı məlumatı göndərmək üçün digər uzaq məsafədə olan insan üçün və yaxud da hər hansı bir müəssisə idarələrdə istifadə olunur. Faks aparatıdır. Kağızı bir tərəfdən qoyursun, o oxuyur, digər faks aparatına yönləndirir, oradan o çap edib çıxardır vərəq şəklində, bax bu şəkildə. Daha sonra deyək, şəbəkə kartı, həm daxil etmə, həm xaric etmə qurğusudur. Səs kartı, həm daxil etmə, həm xaric etmə qurğusudur. Modem. Modemlə həm bizə məlumat gəlir. Məsəl üçün, WhatsApp-da məlumat gəldi. Nə vasitəsilə gəldi? Modem vasitəsilə, Wi-Fi vasitəsilə gəldi. Həm də sən yenidən məlumat göndərirsin. Bu da yenə necədir? Məlumatı göndərmək üçün yenə Wi-Fi-dən istifadə edirdim. Buna görə həm xaric etmə, həm də daxil etmə qurğusudur. Sonra sensor ekran. Uşaqlar, sensor ekran, həm məsələn, məndə bu dəqiqə kompüterdə sensor ekrandır. Həm mən barmaqla istədiyim, yəni düyməni vurub harasa gedə bilirəm və yaxud nəsə daxil edeyim, nəsə bir əmr verə bilirəm və yaxud da ki, elə telefonları götürək. Həm orada məlumat alırsan, həm də məlumat daxil edirsən sensoruna. Bu da oldu həm daxil etmə, həm də xaric etmə qurğusu. Aydındır uşaqlar. Sual var. Məsələn, bir də var video kart və yaxud da video adapter digər adı da.
Uşaqlar, o xaric etmə qurğusudur. Videonu sadəcə xaric edir, ekrana ötürür, biz də onu görürük. Bu qədər. Bugünkü dərsimiz bu qədərdir. Sadə bir dərsdir, heç də çətin deyil. Elə bu PDF-i göndərəcəm sizə. İstəsəz bunu da oxuyun. Bir də qısa şəkildə başqa bir PDF var. PDF yaradacağım, göndərəcəm. Onu oxuyarsınız. Yəni özüm oturub yazacağım.